Salam olsun bütün Hüseyin aşıqlarına, Hüseyin severlere. Allah'a həmd deyirik ki, bizlərə bu tevfikatı verib ki, bu tevfikatı nəsib edib ki, Əbu Abdullahı tanıyan vətəndə dünyaya gəlmişik, toplumda göz açmışıq və əsrlər boyu bu məktəbi, bu düşüncəni dərk edib, yaşadan və sevən bir toplumda yaşayırıq. Mah-ı Məhərrəm gəlir və öz gəlişi ilə dünyanın hər yerində ki, Əhl-i Beyt aşıqı var, onun həyatını dəyişir. Məhərrəm öz gündəliyi ilə gəlir, öz məsələsi ilə gəlir, öz mövzusu ilə gəlir. Başqa vaxt o məşğuliyyətlərimiz, başqa vaxt o məsələlərimiz ki var, ki ayrıla bilmirik, qurtara bilmirik və s. gəlir hamısı xahişliyə çevrilir. Bəzən elə bilirlər ki, qutardı, mövzu bitdi. Məsələn, Sovet dövrü kimi. Bir neçə 10 il nəsil dəyişəcək və yeni nəsil gələcək. Onlar öncədən həbəri olmayacaq və bununla da mövzu qutaracaq. Amma biz ən azından 70'lər nəsli ki, Soveti biz az çox dərk eləmişik. 80'lər nəslidir bu gün Hüseyniyələrdə olan. 80'lər nəslidir bu gün əzadarlıq məclislərində olanlar. 90'lar nəslidir bir neçə qat artıqlığı ilə əzadarlıqlara qatılanlar. Bu çox ciddi bir məsələdir, çox düşündürücü bir məsələdir və bizlər bu haqda ayrıca bir mübahisə, ayrıca bir müzakirə, ayrıca bir araştırma istəyən bir məsələdir. Əsrlər irəli getdikcə, mühatəb dəyişdikcə, insan dəyişdikcə, insanın psixoloji dəyişdikcə, problemlər artdıqca, yeni böhranlar yarandıqca sanki bu məktəb daha da dərindən özünü tapmağa başlayır. Daha da çox kəşf olunmağa başlayır. Bu çünki məktəbin içində olan ismarışlarla bağlıdır. Məktəbin içində olan mesajlarla bağlıdır. Bu məktəbin içində olan nöqtələrlə bağlıdır. Məktəbin içində olan çalarlarla bağlıdır. Ki inşallah qismət olsa bu nöqtələrə, bu məsələlərə fürsət olduqca toxunulur. Ölkəmizdə də, hər yerdə də toxunulur. Biz də bəzilərini qismət olduqca, tevfiqat olduqca toxunarıq. Bunlardan ən önəmlilərindən biri özünü tanıma. İnsan öz qiymətini, dəyərini bilmə. Aşura gəlir, Kərbəla gəlir, Məhərrəm səfər əyyamı gəlir və insanlara dəyərli olmalarını öyrədir. Aşuraya, Kərbəlaya istəsə başqa bir ad qoyaq, başqa bir tərif verək, cürbəcür tərifləri var. Biri də budur ki, öz dəyərini, öz qiymətini bilənlərlə bilməyənlərin qarşı durmasıdır. Peyğəmbərin Əhl-i Beytini, bu dəyərli insanları ucuz xərcləmək olmaz. Bu dünyada mümkün olan ən baha qiymətə həyatlarını təhvil verirlər. Bu mənada Aşuranın və Kərbəlanın ən ciddi mesajlarından biri, ən ciddi ismarışlarından biri budur ki, öz qiymətinizi bilin. Öz dəyərinizi bilin. Və bütün dərslərimiz oradan irəli gəlir ki, biz Quranla tanışdırırıq. Quranın buyuruşlarının üzərində tədəbbürlə bilirik, düşünmürük, fikirləşmirik. Rəbbimiz bizə ən sadə və ən aydın və ən qısa şəkildə kimliyimizi öyrədir. Qiymətimizi bizə çatdırır. Ki İsra suresinin 70. ayəsindəki buyurulur ki, وَلَقَدْ كَرَّمْنَا بَنِي Adəm. Biz Adəm övladını, biz insanı, biz bəşər övladını hörmətli və şərəfli etdik. Özüvə diqqət ilə, özünü hərcəməyə qoyma, özünü aşağı salmağa qoyma, özünü onun bunun
hayatına xərclənməyə imkan vermə. Allah Teala verir. Urafa güzel ibareler var. Deyir Allah Teala Kur'an'da insanla insan hakkında danışır. Bu ayette. İnsanla insan hakkında danışır. Bizi yaradandı, bizi yaradı, bilir ne var ne yok. Her şeyi bilir. Ne var ne yokun hamısını bilir. Nece bir bağban bilir. Hatta bağban bitkinin yaradanıdır. Yani o da yaradanıdır. Uzağı orada kulluk olayanıdır. Nece bir bağban bilir ki bu bitkinin suyu nedir, gidası ne olmalıdır, nece olanda nece olacak, nedir vesaire vesaire. Ne ayette gül çiçeği açır. O cürde insanın yaradan ve insanın haliki olan, Rabbi olan Allah Teala deyir ki özünden muğayet ol, özünden haberdar bil ki özüne dikkat ile. وَلَقَدْ كَرَّمْنَا بَنِي Adem. Biz Adem evladına hürmetli ve şerefli